gördük. ASTV İqtisadiyyatı davam edirik. Studiyada mənəm Namiq Əliyev. Türkmənistan prezidentinin ölkəmizə səfəri çərçivəsində iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən layihələrin müzakirəsində xüsusi yer ayrıldı. Bəs Türkmənistandan hansı məhsullar alırıq və qardaş ölkəyə nə ixrac edirik? İki ölkə arasında imzalanan anlaşma gələcəyə hansı baxışı formalaşdırır? Cavab süjetdə. Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri-neft qaz məhsullarını əhatə edir. Ötən ilin yekunlarına görə Azərbaycan-Türkmənistan üzərindən keçən tranzit yüklərin həcmi 15% artıb. Ümumən iki ölkə arasında 200-ə yaxın məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilir. Xoş gördük. ASTV İqtisadiyyatı davam edirik. Studiyada mənəm Namiq Əliyev. Türkmənistan prezidentinin ölkəmizə səfəri çərçivəsində iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən layihələrin müzakirəsində xüsusi yer ayrıldı. Bəs Türkmənistandan hansı məhsullar alırıq və qardaş ölkəyə nə ixrac edirik? İki ölkə arasında imzalanan anlaşma gələcəyə hansı baxışı formalaşdırır? Cavab süjetdə. Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri-neft qaz məhsullarını əhatə edir. Ötən ilin yekunlarına görə Azərbaycan-Türkmənistan üzərindən keçən tranzit yüklərin həcmi 15% artıb. Ümumən iki ölkə arasında 200-ə yaxın məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilir. İki ölkə arasındakı münasibətlər xüsusilə 2017-ci ildən sonra imzalanan strateji tərəfdaşlıq bəyannaməsindən sonra daha dinamik şəkildə inkişaf etmişdir. Təbii ki, enerji sektoru Azərbaycan və Türkmənistan arasında həm iqtisadi əməkdaşlıq baxımından, həm eyni zamanda ölkənin və regionun perspektivləri baxımından əsas sahələrdən biridir. Həm Azərbaycanın şərq-qərb dəhlizində, orta dəhlizdə tutduğu mövqe, tranzit imkanları, həm eyni zamanda Türkmənistanın Mərkəzi Asiyadakı mövqeyi nəqliyyat logistika imkanları sayəsində daha geniş perspektivlər vəd edir. Bu ilin 4 ayında Azərbaycanın Türkmənistana ixracının dəyəri 16,9, idxalının isə 12,6 milyon dollara bərabər olub. Ticarət əlaqələrini göstərən rəqəmlər elə də yüksək olmasa da spesifik məhsulların alış-verişi həyata keçirilir. Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı, mineral və kimyəvi azot gübrələri, emalın spesifik prosesləri üçün kimyəvi çevirmələr üçün maye yanacaq və digər məhsullar idxal edilir. Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə şəkər və kimyəvi təmiz sıxaroza, dəmirdən və ya aşkarlanmamış poladdan məhsullar, kimyəvi çevirmələr üçün sürtkü yağları, kərə yağı, ağır distillyatlar, qazoillər, dizel yanacağı və digər məhsullar bu sırada yer alır. Nəqliyyat logistika sahəsindəki münasibətlər şübhəsiz ki, digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yaradacaqdır. Dünənki görüşdə imzalanan 12 istiqamətdə sənəd imzalandı ki, burada həm sənaye, həm nəqliyyat, logistika, gömrük prosedurlarına bağlı, ümumi iqtisadi tərəqqi, investisiya qoyuluşları, kənd təsərrüfatı. Bax, bu sahələr əslində hər iki ölkə üçün perspektivli bir istiqamətdir. Mövcud geosiyasi şəraitdə Azərbaycan və Türkmənistanın əməkdaşlığı təkcə iki tərəfli münasibətlər üçün deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Əli Rzayev, Çingiz Qəniyev, Lalə Məmmədova, ASTV İqtisadiyyat.